Hörmətli millət vəkilləri, illərdir ki, yerli və beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan həbsxanalarında yer alan işgəncə halları xüsusi yer alır. Hər il Azərbaycan əleyhinə qəbul edilən qətnamələrdə bu barədə qeyd edilsə də, ölkəmiz beynəlxalq arenada öz imicini zədələsə də, hakimiyyət bu tənqidlərdən və tövsiyələrdən heç bir nəticə çıxarmır. Əksinə, xəstə təxəyyüllərini işə salaraq daha yeni işgəncə növləri ixtira və tətbiq edirlər. Bugün mən əsasən həbsim zamanı şahid olduğum və son zamanlar şərlənərək həbs olunan jurnalist və digər siyasi fəallara verilən işgəncələrdən danışacağam. Ümumən işgəncə anlayışını kateqoriyalara bölüb, onlara misallar verərək çıxışma davam edirəm. Fiziki zor tətbiqi, ki, bura yumruq və ya təpik zərbələri ilə döyülmə, dəyənək və ya plastik boru, metal armatur, taxta parçası və digər alətlərlə döyülmə elektrik cərəyanının tətbiqi daxildir. 2017-ci ildə baş vermiş Tərtər dövlət qətliamı haqqında parlamentimizdə dinləmələr bir neçə ay öncə oldu. Zərər çəkmişlər bu faciəni hər yerdə işıqlandırsa da, bütün beynəlxalq təşkilatlar və rəsmi dövlət orqanları öz hesabatlarında bu məsələyə toxunsa da, burada söhbət xarici dövlətlərdən gedir təbii ki. Hələ ki, hakimiyyət bu dəhşətli cinayətə ədalətli münasibət sərgiləməyib. Üzr istəyirəm. Tərtər dövlət qətliamı işgəncə anlayışının başqa bir mərhələyə keçməsi ilə yadda qaldı. Bu cinayətdən sonra verilən işgəncələr daha da vəhşiləşdi, daha da əxlaq normalarından uzaqlaşdı. Tərtər hadisəsindən sonra artıq polis bölmələrində də insanlara tok verilməsi, cinsi təcavüzlə təhdid olunması və ya məruz qalması, ailə üzvləri ilə, xüsusilə qadın ailə üzvləri ilə onlara işgəncə verilməsi ilə təhdid olunma halları və s. geniş yayıldı. İstər Tərtər hadisəsində, istərsə də polis orqanlarında məhkumların cinsi təcavüzə məruz qalma halları getdikcə artır və bu təbiidir. Bu cür cinayət cəzasız qalanda prezident polisə heç bir polis cəzalanmayacaq deyəndə əlbəttə ki, belə hallar artacaq. Son zamanlar siyasi həbs həyatı yaşayan jurnalistlərin dərc etdikləri yazıları təhlil etdikdə hazırda həbsxanalarda işgəncələrin davam etdiyini görürük. Sevinc Vaqif qızı, Fatimə Mövlanlı, Aytaç Tapdıq, Elnara Qasımova, Fərid İsmailov və digərlərinin həbsxanada onlara verilən fiziki və psixoloji işgəncələr barədə yazılarını emotsiyasız oxumaq mümkün deyil. 2024-cü ilin aprel ayında həbs olunmuş Məclis.info saytının rəhbəri İmran Əliyevə elektrik cərəyanı verilməsini yəqin ki, xatırlayırsınız. Həmin ayda İlham Əliyev Almaniyada səfərdə idi və jurnalistlərdən biri ona bu hadisə barədə sual da verdi. Həqiqi cavabsız qalan, yalanlarla dolu olan dırnaqarası cavab isə Azərbaycanın imicinə daha bir zərbə oldu. Mənim həbs yatdığım cəza çəkmə müəssisəsində ki, bu 14 saylı cəza çəkmə müəssisəsi idi. Səhv eləmirəmsə, Telman bəy və Teymur bəy o barədə danışdılar. Məhkumların döyülməsi orada adi bir hal idi. Həbsxanaya ayaq qoyan gün bütün məhkumlar döyülür, fiziki və psixoloji işgəncələrə məruz qalır. Həbsxanada işgəncə aləti kimi elektroşokerdə istifadə olunur. Psixoloji və alçaldıcı rəftarlar. Məhkumlara bu nə daxildir? Məhkumlara seksual təhdidlər, qorxu salma, alçaldıcı ifadələr və ya zorla dırnaq arası etirafın alınması, hüquqi və ailə əlaqəsindən məhrum edilmələr, vəkilə əlçatanlığın məhdudlaşdırılması. Psixoloji işgəncələr daha çox insanı sındırmaq üçün nəzərdə tutulan işgəncələrdir. İnsanın şərəf və ləyaqətini alçaltmaq, onu bununla təhdid etməkdə məqsəd insanın özünü insan kimi deyil, sanki bir məxluq kimi hiss etməsi üçündür. Tərtər hadisəsində insanların cinsi təcavüzlə təhdid olunmasını bilirdik, amma bu xoşa gəlməz hal artıq polis orqanlarında da sirayət edib. 2023-cü ildə həbs olunan Xocəsən qəsəbəsinin axundunu öz əleyhinə narkotika ittihamlı etiraf əldə etmək üçün cinsi təcavüzlə təhdid edilib. Siz hansı Avropa ölkəsində keşişin polis tərəfindən cinsi təcavüzlə təhdid olunmasını təsəvvür edə bilərsiniz? Hansı biriniz? Ailə üzvləri ilə əlaqə saxlamaq hər bir məhkumun hüququdur. Bu hüquq Azərbaycan adına hər bir məhkum üçün pozulur. İstisnasız.
Polis insanları küçədən oğurlayıb aparır, ailələr günlərlə öz övladını xəstəxanalarda, morqlarda axtarır, narahatçılıq keçirir. 5 gündən, 10 gündən sonra da övladlarının hansısa polis bölməsində olduğu məlum olur. Bu tipli həbs nəticəsində hazırda minlərlə insan dəmir barmaqlıqları arasındadır. Dünyada COVID-19 artıq tarix kitablarına köçsə də, Azərbaycanda karantin hələ də davam edir və məhkumlar öz ailələri ilə ən yaxşı halda şüşə arxasından görüşə bilir. 3 günlük ailəvi görüş barədə isə heç danışmağa dəyməz. Məhkumlardan həmin günlər üçün bir gün üçün 100 manat pul tələb olunur. Bununla da Azərbaycan Ailə İnstitutunun məhvi birbaşa dövlət tərəfindən həyata keçirilir. Niyə? Çünki Konstitusiyanın ailə hüququ haqqında olan 34-cü maddəsinin 3-cü hissəsində deyilir, ailə, ana, ata və uşaqların birliyi üzərində qurulub. Azərbaycan adlı dövlət isə süni şəkildə uydurma cəfəng ittihamlarla ailə başçısını şərləyib həbs eləyərək öz dövlətində ailə institutunu bax beləcə məhv eləyir. Yəqin ki, Kanal 13-ün rəhbəri Əziz Orucun həbsini xatırlayırsınız. Kiçik qızı onu qucaqlayıb buraxmırdı. Atasını boz bir boşluğa, ədalətsizliyin şərəf və ləyaqət üzərində hakim olduğu bir yerə buraxmaq istəmirdi. Çünki atasının gedişi ilə birlikdə özünün də daxili aləmində yaranacaq boşluq onun balaca qəlbini qorxuya salındı. İndi həmin uşağın gözlərində dövlət bəlkə də uşaqları atasız qoyan bir təpəgöz obrazındadır. Günahsız insanları şərləyərək həbs et, ailəni dağıt, uşaqlar atasız qalsın və sonra da bərpa üçün qeyri-müəyyən, qeyri-mümkün bir şərait yarat. Ailə institutu, hörmətli millət vəkilləri, məhz elə bu cür məhv edilir. Hüquqi yardımdan məhrum etmə əsasən vəkil ilə telefon danışıqları və görüşün məhdudlaşdırılması olur. Bunun ən gözəl nümunəsini parlament üzvü, millət vəkili Əvəz Zeynallının həbsində müşahidə etmişik. Həbsinin heç bir halda dövlət təhlükəsizliyi ilə əlaqəsi olmadığı halda onu 5 aya yaxın dövlət təhlükəsizlik xidmətinin zirzəmisində saxladılar. Ailə və vəkili ilə əlaqə yaratmağa izin vermədilər. Bu artıq məhkumluq yox, əsirlikdir. Sanki faşist bir rejimin əlində əsirlik. Biraz öncə hörmətli millət vəkili Təranə xanım da Rıza bəy Səfərsoy bəylə bağlı həmin hadisəni dilə gətirdi. Biz baxıb görürük ki, bu artıq ümumi bir norma kimi siyasi məhbusların üzərinə tətbiq olunur. Tez-tez mətbuatdan digər siyasi məhbuslara da ailələri ilə zəng və görüşlərə əngəl yaradıldığı xəbərlərini oxuyur. Polad Aslanov həbsdə olan jurnalistlərdən biridir və tez-tez o da bu cür məhdudiyyətlərlə qarşılaşır. Sağlamlıq hüququnun təmin edilməməsi və məhkumun ölümə tərk edilməsi. Bu daha çox lazım olan tibbi yardımın vaxtında təmin edilməməsi, xəstəliyin pisləşməsi, yaranmış xəstəliklərin müalicəsinin yetərsiz olmaması ilə əlaqədardır. İnsanların şərlənərək həbs olunması, onların dövlət adına cinayətkar elan olunması məhkumun bütün hüquqlardan məhrum edilməsi demək deyil. Sadəcə azadlığının məhdudlaşdırılmasıdır. Amma çox təəssüf ki, dövlət məhkumlarının sağlamlığına fikir vermir. Xüsusilə də siyasi məhbusların sağlamlıq hüququ kobud surətdə pozulur. Həbsdə saxlandığım 14 saylı cəza çəkmə müəssisəsində 3 gün qızdırmalı halda həkim dəstəyi görmədən qaldım. Vəziyyətim həddən artıq kəskinləşdi. 23 dekabr 2022-ci il tarixdə müalicə mərkəzində təzyiqim 60-40-a düşdü, ürəyim dayandı və klinik ölüm keçirdim. Növbədə olan həkimin müdaxiləsi ilə ürəyim vurmağa başladı. Səhəri gün bədənimin sol tərəfində hissiyatımın olmamasına baxmayaraq, heç bir müayinə və müalicə almadan cəza çəkmə müəssisəsinə geri göndərildim. Cəza çəkmə müəssisəsinə öz hesabıma həkim getirirdim, müayinə olundum, dərmanları aldım və müalicəmi etdim. Əvəz Zeynallının Xəncəngə yoluxduqdan sonra azadlığa buraxılması həftələrlə yubandı. Penitensiar xidmət daha əvvəl bunu bilsə də, Əvəz bəy 25 aprel tarixində azadlığa çıxa bildi. Dövlət Əvəz Zeynallıya bu gün də sağlamlıq hüququnu tanımır, təmin etmir.
Bu dövlət üçün əvəzlər sadəcə bir maneədir, baş ağrısıdır və bədxassəli bir şişdir. Oxşar münasibəti biz parlamentin digər üzvləri Rıza Səfərsoyun və Famil Xəlilovun timsalında görə bilərik. Rıza bəy onun həyatına təhlükə olan 4 xəstəlikdən hazırda əziyyət çəkir. Onun təcili müalicə olunması gərəkdir, amma penitensiar xidmətin umudunda olan dırnaqarası müalicə yox, əsl müalicə olunmalıdır. Bu isə yalnız azadlıqda öz vəsaiti hesabına mümkündür. Necə ki, mən və Əvəz bəy azadlığa çıxandan sonra özümüz öz müalicəmizlə məşğul olduq. Əvəz bəy hələ bugün də kimyoterapiyası qəbul edir. Famil Xəlilov birinci qrup hər iki əldən əlil bloger. Onun məhbəsdə keçdiyi əziyyətləri bugün bizim heç birimiz dərk edə bilmərik. Heç birimiz. Onun həbsi, məhbəsdə onunla rəftar, zülmə qarşı etiraz olaraq keçirdiyi aclıq aksiyası Azərbaycan adına bir utanc oldu, rüsvayçılıq oldu. Bugün digər siyasi məhbuslar da sağlamlıq problemləri yaşayır. Ələsgər Məmmədli, Tofiq Yaqublu, Əziz Oruc və digər siyasi məhbuslar dövlət tərəfindən sağlamlıq və bununla da yaşama hüququnun təmin olunmasını gözləyir. Məhdudiyyətlər, şərait və nəzarətin olmaması. Bu isə həddindən artıq pis yaşayış şəraiti, saxlanma yerlərində korrupsiya, işçilərin zoraki davranışı və nəzarətlərinin zəif olması haqqındadır. Təcridxana, saxlanma kameraları və cəza çəkmə müəssisələrində məhkumların sayının nəzərdə tutulandan çox olması başqa bir problem yaradır. Məsələn, Kürdaxana təcridxanasında gətirilən kimi məni 2 nəfərlik kameraya 4-cü məhbus kimi saldılar. Sonradan 4 nəfərlik kameraya 5-ci məhbus kimi saldılar. Müalicə müəssisəsində 6 nəfərlik palatada 10-cu məhkum idim. Məişət problemləri. Hakimiyyət azadlıqda olduğu kimi həbsxanalarda da məhkumları məişət problemləri ilə əhatə edir ki, məhkumlar məişət problemindən başqa heç nəyə fikirləşməsin. Sadəcə fikirləşə bilməsin. Bəzən 16 nəfərlik kameraya 35 məhkum yerləşdirirlər. Kameralarda və cəza çəkmə müəssisələrində total olaraq istisnasız su problemi var. Təsəvvür edirsiniz, 21-ci əsr və həbsxanadakılar səhər əl üzlərini yumağa suyu haradan tapacaqlarını fikirləşir. Kameraların isidilməsi və soyudulması sıfır şəklindədir. Məhkumlar yayda istidən, qışda isə soyuqdan əziyyət çəkir. Təcridxanada və cəza çəkmə müəssisələrində soyuducu yoxluğu başqa bir problemdir. Məhkumlar onlar üçün gətirilən ərzaqları necə edəcəklərini bilmir. Əlavə soyuducu istəmək isə qadağandır. Məhkum olduğum 14 saylı cəza çəkmə müəssisəsində 1050 məhkuma cəmi 2 soyuducu var idi. Cəmi 2 soyuducu. İndi həmin şəraiti özünüz təsəvvür edin. Məhkumlar növbə ilə çarpayıda yatmağı razılaşmalı, su problemlərini həll etməli, evdən gətirilən ərzaqların xarab olmaması üçün çarə tapmalıdır. Mən hələ bütün bu prosesin natəmizlik və total olaraq antisanitar şəraitdə baş verdiyini deməklə ürəyinizi bulandırmaq istəmirəm. Siz 1050 məhkumluq bir cəza çəkmə müəssisəsi təsəvvür edin ki, orada həftələrlə su yoxdur və həmin 1050 nəfərlik cəza çəkmə müəssisəsində tualetlər həftələrlədir susuz fəaliyyət göstərir. Bütün bunlar məni təəccübləndirirmi? Xeyr. Əsla təəccübləndirmir. Niyə? Çünki həbs yatan məhkumlar azadlıqda olanda belə dövlət onlara eyni münasibəti sərgiləyirdi. Azadlıqda olanda da həmin insanların başı məişət qayğılarına qatılırdı. Məgər azadlıqda hər hansı bir dövlət orqanına müraciət edəndə adam kimi münasibət görürükmü ki, həbsdə olanda da adam kimi münasibət görək? Məgər Bakıda bu yay vaxtında su verilibmi ki, həbsxanada daimi su olmaq? Bir dövlətin həbsxanalarındakı vəziyyəti bilmək üçün onun azadlıqda yaşayan insanların halına baxmaq kifayətdir. İşgəncələrin qarşısını almaq üçün onların qeydiyyatını aparan, zərər çəkənlərə hüquqi yardım göstərən, beynəlxalq təşkilatlara və yerli dövlət orqanlarına hesabatla müraciət edən qeyri-hökumət təşkilatları olmalıdır. Onlar varmı? Bəli, var. Müdafiə xətti. Rəhbəri Rüfət Səfərov şərlənərək həbs edilib. Sırf
işgəncələri monitorinq etmək və işgəncə hallarını araşdırmağı öz üzərinə vəzifə götürmüş İşgəncələr əleyhinə araşdırma mərkəzi varmı? Var. Amma rəhbəri Fikrət Cəfərli şərlənərək həbs edilib. Azərbaycan xalqı bu terrorist dövlət qarşısında tam olaraq tərk-silah edilib, bütün sosial institutlar dağıdılıb. Azərbaycanda vətəndaşlara verilən işgəncələrin özünə məxsus təkamül yolu var. Bəli, düz eşitdiniz. Azərbaycanda işgəncələr belə təkamül edir. Necə? Məsələn, əvvəllər sadəcə döyürdülərsə, sonradan elektrik verməyə əlavə etdilər. Sonra cinsi təcavüzlə təhdid etməyi, sonra isə tətbiqini əlavə etdilər. Bugün Azərbaycanda işgəncələr tarixin ən iyrənc dövrünü yaşayır. Bu niyə baş verir? Hakimiyyət bir xalqın şərəfini, ləyaqətini, özünə inamı, kişiliyi, xarakteri, mübarizliyi və müqaviməti qırmaq üçün bunu edir. Nəticədə xalq adlı ictimai şuura malik olan, faili muxtar fərdlərdən ibarət olan toplum əvəzinə tək-tək sındırılmış, məişət qayğılarından başqa heç nə düşünmək, başqa heç bir şey düşünmək qabiliyyəti olmayan, sınmış və özünə inamı itirmiş, istənilən istiqamətə bir-iki tezislə yönləndirilə bilən laqeyd bir kütlə əldə etmək istəyirlər. Hörmətli millət vəkilləri, bunun sonunda diqqətinizə çatdırmaq istəyirəm ki, mən çalışdım ki, müəyyən kateqoriyalara uyğun olaraq misallar çəkim. Ola bilər ki, misallarımda hansısa bir sizin tanıdığınız siyasi məhbusu unutdum. Bunu üzrlə hesab edeyim və imkan olanda çıxışlarınıza həmin siyasi məhbusların başına gəlmiş işgəncəli hallarda dilə gətirməyi unutmayın. Və çıxışı zamanında səhv eləmirəmsə Sevil xanım toxundu. Gənc jurnalist xanımların Lənkərandakı cəza çəkmə müəssisələrinə köçürülməsi bu sahədə də çox böyük fəlakətdir bu. Şəxsən mən bunu öz ailəmlə birlikdə yaşamışam. Xəzər rayonunda qeydiyyatda olmağıma baxmayaraq və Xəzər rayonunda 17 saylı cəza çəkmə müəssisəsinin olmasına baxmayaraq, Xəzər rayonunun qonşuluğunda Sabunçu rayonunda 16 saylı cəza çəkmə müəssisəsinin olmasına baxmayaraq, məni cəzamı çəkməyim üçün 14 saylı cəza çəkmə müəssisəsinə, Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə aparıb göndərdilər. Yəni 4 uşaqlı ailə bu dırnaq arası terrorist dövlətin gözündə qeyri-insani zülm çəkməlidir. Ailə başçısını şərlənərək həbs olunan ailə başçısını görmək üçün. Və biz bunu tək Abid Qafarovun timsalında görməmişik. Yevlaxda yaşayan və qeydiyyatda olan İlham Aslanoğlunu Xəzər rayonunda yerləşən 17 saylı cəza çəkmə müəssisəsində yerləşdirdilər. Sanki bu dırnaq arası dövlət Markiz de Sade kimi insanlara işgəncə, mənəvi istirablar verməkdən ekstaz halı yaşayır.